Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Deməli, Python proqram fraqmentinin nəticəsini tapın. Beləsinə bir sualımız var. Baxaq görək cavabımız nə edəcək burada. Deməli, gördüyünüz kimi burada fs proqramımız çağırıb dal proqramımız. S-ə baxaq A, B, C, D. A, B, C, D qalxdıq yuxarı. Deməli, for i range len S. Len S bura neçə düşəcək? 4. Saydıq sayını 4. Deməli, dövrümüz 4 dəfə işləyəcək. İ'mizin qiymətləri 0, 1, 2 və 3 olacaq. İ'nin deməli 0 qiymətində. 0 qiymətində düşdü aşağı fora. J, in range. Deməli, i plus 1, 0-ın üzərində bir gələndə 1, vergül. Len S 4, plus 1 o da 5. Amma 5-i biz götürmürük. Düzdür, axırıncı ilə işimiz yoxdur. Yazırıq elə J'nin qiymətlərini 1, 2, 3 və 4. Belə. İndi deyir SS bərabərdir. S, İ, I nədir? 0. J nədir? 1. Deyir ki, 0-dan 1 bas, 0, 1, 2, 3. 0-dan 1-ə düzdür, o kəsiyi götür. 1-ə dəymirsiniz avtomatik olaraq, təkcə A-nı götürürsünüz. O print SS. A-nı neynədik? Çap elədik. Sonra gəldik deməli, J-nin 1 qiyməti getdi, 2 qiyməti ilə. Deməli, 0, 2. 0, 2 nə deməkdir? Yəni 2-yə qədər. Yəni mən bunu indeks deyəndə 0, 1, 2, 3. İkinciyə qədər 2-yə dəymirəm, AB-ni götürürəm. Deyirəm, len S, yəni AB-nin sayı 2-dir. Bərabərdir 2-yə? Bəli, bərabərdir. Print elə SS-i. Yəni AB-ni çap elə. Ondan sonra J-nin deməli 3 qiyməti, bu 2 də getdi. 3 qiyməti gələndə. Bu dəfə 0, 1, 2, 3. 3-ə qədər, yəni ABC-ni. Yenə götürəcəyik 3. 3-ə bərabərdirmi? Sayır da. Bəli, bərabərdir. A, B, C çap olunacaq. J-nin bir dənə qaldı 4 qiyməti. 4-ü də bura qoyanda deməli 0, 1, 2, 3. A, B, C, D-nin hamısını götürürük. 4, 4-ə bərabərdirmi? Bəli, print SS. Yəni A, B, C, D-ni çap edir. Və bu for qutarandan sonra J-nin qiymətləri qutardıq. Bu 4-ə gəldik, çatdıq biz. Axırıncı ilə bitdi. For qutarandan sonra avtomatik olaraq düşürük bura break-ə. Dövrdən nə edəcəyik? Çıxacaq. Cavabımız nə olacaq? Bu şəkildə. Deməli, A, AB, ABC, ABCD, A variantı. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın.